Biz bu nəslə urcaq olandan tez qocaldıq. Baxıram indi bəyimizə. Bəyimiz də cavan, bizim yəni evləndiyimiz vaxtdan da cavandır. Adamın heyfi gəlir ümumiyyətlə. Adam qıymaq istəmir buna. Böyük bacanaq, sən nə deyirsən bu haqda? Valla biz bu nəslə qoşulan başımıza tük də qalmayır. Biz də müəllimə müraciət edək, bəlkə bir baldız şeiri var bunda. Bəlkə müəllim onu deyəsən bizə. Yaxşı, onda mən baldız şeirini deyim. Baldıza müraciət eləyək. Bəyimizi tez qocaltmasın. Toy mu idi? Sevinirdim necə də. Həmən günü o dəhşətli gecədə tək ayaqla məni qoydu küncədə. Pişik kəsdim, pələk çıxdı bəxtimə. Baldız nə olar? Bacanağı incitmə. Dinməyirəm, beynim donur, key olur. Qorxum canda biraz deyil, hey olur. Sizin tərəf biraz belə şey olur. Sən də onu mənim kimi əritmə. Nə olar baldız? Bacanağı incitmə. Bizim evdə gördüyünə çalışma. Nəyi desə səbirli ol, danışma. Yerli yersiz hər işinə qarışma. Sən yuvanı bacınkına bənzətmə. Nə olar baldız? Bacanağı incitmə. Saç ağarıb, diş tökülüb